geniş şəkildə müzakirəsi gərəkdir. Biz elə verilişimizin birinci saatından etibarən danışırıq. İndi isə müzakirəmizi Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə davam etdirəcəyik. Rauf bəy, zəhmət olmasa masamızın ətrafına buyurun. Hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Təəssüflər olsun ki, gərgin proseslər davam edir və biz elə İsfahandan az öncə görüntüləri təqdim etdik. Bir də Amerika Birləşmiş Ştatları Prezidentinin xüsusi nümayəndəsi Vitkovdan açıqlama var. O deyir ki, danışıqlarda bizə etiraf olunmuşdu ki, artıq 11 silah, yəni nüvə bombası əldə etmək üçün yetəri qədər İranın potensialı var. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmisi Rafael Grossi də deyir ki, onlarda nüvə silahı yoxdur İranda. Son məlumatları bundan ibarətdir. Elə Vitkovun açıqlamasından başlayaq. Həqiqətən də müharibənin başlamasına səbəb bu amil idimi, yoxsa burada kökdə dayanan daha ciddi səbəblər var ki, biz əsasən onlara fokuslanmalıyıq? Amerika tərəfinin açıqlaması ondan ibarətdir ki, müharibənin, daha doğrusu İranın vurulmasının əsas səbəbi İranın nüvə deməli, bombası, atom bombası hazırlaması ərəfəsində olmasıdır. Dünən Amerika Birləşmiş Ştatlarının dövlət katibi də açıqlama verdi bu barədə ki, az qalmışdı və bütün dünyanı girov götürməyə İran hazırlaşırdı. Yəni, Amerika tərəfinin açıqlaması bundan ibarətdir. Eyni zamanda balistik raketlərin istehsalının dayandırılması və başqa iddialar da var ortada. Amma bizə görə əsas məsələ İsrailin təhlükəsizliyi məsələsidir və təbii ki, orada mütləq və İranın nüvə silahı əldə etməməsini həyata keçirmək, mərkəzdə dayanır. Yəni, o iddiaların bir neçəsi doğrudur, bizə görə də doğrudur. Yəni, Amerika, İsrail İranın nüvə silahı əldə etməsini istəmir. Bu səbəbdən də İran vuruldu və bilirsiniz, İran üçün bir fəlakət senarisi həyata keçirildi. Və əgər iyun ayında, 25-ci ilin iyun ayında İranın vurulmasında daha fərqli bir məqsəd var idisə, məsələn, nüvə reaktorlarının və mərkəzlərinin sıradan çıxarılması, müqavimətin, hava hücumundan müdafiə sisteminin sıradan çıxarılması, hərbi elitanın rəhbərlərinin vurulması ki, müqavimət olmasın və İranın, belə bir deyək də, hədəf davranışın dəyişdirilməsini və korreksiya edilməsini özündə ehtiva edirdi. Amma bu dəfə isə tamam fərqli bir şey oldu. Yəni, mən öz şəxsi fikirlərimi deyəcəm, ali dini liderin vurulması üçün keçirildi bu əməliyyat. Bilirsiniz ki, danışıqlar mərhələsi idi. 2 martda Cenevrədə danışıqların növbəti raundu olacaqdı. Yenə İran rəhbərliyi çox rahatlandı və danışıqların davam etdiyi bir periyodda qəflətən günüz saatlarında 8:05-də İran saati ilə Tehran bombalandı və 30 raket atıldı İranın ali dini liderinin və onun ətrafının öldürülməsi üçün. Əgər İranın ali dini lideri və bütün hərbi elita, 48 nəfər hərbi elitanın təmsilçisi öldürüldü. Bir zərbədə, birinci zərbədə burada görünür ki, məqsəd tamam başqadır. İranın demək, təsirsizləşdirilməsi, rəhbərliyin boşluq yaradılması və xalq hərəkatları vasitəsilə də İranın parçalanmasına start verilməsi. Oxunan budur. Yəni, davranışın, bu bombardımanın arxasındakı niyyətin oxunmasında budur. Bütün hesablamalar onu göstərir ki, rəhbər öldürülürsə, keçən dəfə İranın parçalanması hədəf deyildi. Ona görə açıqlama verildi ki, Trump tərəfindən biz Xamneyinin yerini bilirik, amma onu vurmuruq. Açıq deyildi. Bu dəfə isə məhz əməliyyat onun vurulması üçün eyni zamanda da bütün hərbi elitanın, müdafaa naziri, baş qərargah rəisi, Sepah rəhbəri, bütün hərbi elitanın 30-un üzərində generalın sıradan çıxarılmasıdırsa və üstəlik də bunun artısı da var, əlavəsi də var. Prosesin uzadılması. Niyə uzadırlar? O dediyimiz kimi bölünmə və xalqın qalxması fonunda İranın zəiflədilməsi, bölünmə prosesinə start verilməsi baş versin. Müharibə uzandıqca əyalətlərin mərkəzdən qaçma prosesi artma
özünü göstərməkdədir. Amma İranın içərisindəki sistem o cür qurulub ki, bu məndən əvvəlki ekspert də söylədi. Yəni İranda fərdlər, bir neçə fərdin söhbət dini liderdən gedir. Vurulması bütövlükdə sistemin sıradan çıxarılmasına səbəb olmur. 88 nəfərdən ibarət olan ekspertlər şurası deyilən dərhal fövqəladə vəziyyətdə yeni lider müəyyən edir, təyin edir. İran konstitusiyasına görə bir demək idarə etmə prosesi bölünür. Şura tərəfindən həyata keçirilir. Üçlü şura tərəfindən. Prezidentin funksiyaları artırılır. Məsələn, Pezeşkiyan indi əsas fiqur halına gəlib orada və əsas sözçü halına gəlib və onun komandası əraqçı o vəziyyətə gətirilib. Göründüyü kimi İran funksional şəkildə fəaliyyətini həyata keçirir, müqavimət prosesi gedir. İran özü müharibəni yayır. Artıq Amerikanın taktikası müharibəni İranın içərisində uzatmaq, xalq narazılıqlarından istifadə edib onu dərinləşdirmək və müqaviməti sıfırlamaq. İranın taktikası isə müharibəni yaymaqdır. İraqa, Ərəb, Körfəz ölkələrinə, Amerikanın hərbi hissələri olan bütün demək ölkələrə və səfirliklər olan bütün ölkələrə demək olar ki, bu açıq aydın görünür və bu da onu göstərir ki, əgər müharibə, daha doğrusu bu hava istiqamətində aparılan raket müharibələri davam edərsə, bu daha genişdir və daha fəlakətli, daha böyük itkilərə nəticələnə bilər. Bu görünən bir məsələdir. Rauf bəy, yenilənən xəbərləri təqdim edim, daha sonra sizinlə müzakirəmizi davam etdirəcəyik. İran mənbələrinin məlumatına görə Amerika Birləşmiş Ştatları və İsrailin davam edən hava hücumları ilə əlaqədar olaraq Xameyn şəhərində bir neçə güclü partlayış baş verib və Tehranın Pərdiz yüksəkliklərində güclü partlayış səslərinin eşidildiyi də deyilir. İsfahanda Sayran Elektrooptik Sənaye Mərkəzi hava hücumuna məruz qalıb deyə məlumatda bu da diqqətə çatdırılır. İran ordusunun Cənub-Şərq regional qərargahı isə Kirman hava bazasına edilən hücumda 13 hərbçinin öldürüldüyünü açıqlayıb və Bəndər Abbas, İsfahan, Buşehir, Şiraz, Təbriz və Tehranın Pərçin rayonunda da partlayışlar eşidilib. Yəni partlayışlar eşidilən ərazilərdən biri də Təbrizdir. Al-Arabiyanın məlumatına görə isə İsrail tərəfi İranda quru əməliyyatı həyata keçirib. Həmçinin İsfahana hücumun davam etdiyi də vurğulanır. Təbriz şəhərində də güclü partlayışlar barədə az öncə dediyim kimi məlumat var. Quru əməliyyatlara dair bir də Rauf bəy informasiyalar tirajlanır. Al-Arabiyanın düzdür bu iddiasıdır. İsrail tərəfi məsələni şərh eləməyib. Az öncə biz bu barədə danışdıq, amma sizin də fikrinizi öyrənmək istəyirəm. Quru əməliyyatları başlasa nə baş verə bilər? Ümumiyyətlə, müharibənin genişlənməsini deyirsiniz ki, İran hədəfləyir, daha coğrafiyasının yayılmasını və Amerika Birləşmiş Ştatlarının isə hədəfi əgər hakimiyyəti dəyişməyidirsə, indiki mərhələdə açıq da deyir də əslində. Açıq deyir ki, biz indiki rejimi dəyişməyik. Amma indi hələ ki, davranış korreksiyası, bir də var ki, hakimiyyətin transformasiyası. O da deyil. Bütövlükdə dəyişməyiz. Bilirsiniz, İran hakimiyyətinin, İranın indiki teokratik rejiminin problemi təkcə Amerika və İsrail deyil. Yenicə daxili etirazlar yatsızdırılıb. Bəzi rəqəmlərə görə 30 min, bəzi rəqəmlərə görə 15 min, amma İranın özünün verdiyi rəsmi rəqəmlərə görə 6 min vətəndaş öldürülüb. Yəni, İranın rejimi ilə xalq arasında da, müəyyən xalqın müəyyən kəsimi arasında da ciddi problemlər var. Amerika və İsrail İranı bombalamaqla həm də ona istinad edir ki, xalq ayağa qalxır. Neçə dəfə rəsmi çağırış olub. Trump çağırış edir İran xalqına ki, ayağa qalxın. Netanyahu çağırış edir ki, biz arxanızdayıq, ayağa qalxın, azad olun. Məqsəd aydındır. Heç gizlətmirlər də. Yəni, bir dövlətin rəhbərini iş masasında öldürüb ali dini liderini. İndi bu başqa məsələdir ki, İran gərək onu qoruyaydı, qoruya bilmədi. Hava hücumundan müdafiə sistemi. Bu Financial Times'ın bir iddiası var idi ki, çox dəqiqliklə həm kameralar ələ keçirilib, dəqiqə və dəqiqə izlənilib, həm də vurğulanır ki, casusluq həyata keçirilib. Düzdür, bu yenə deyirəm Financial Times'ın iddiasıdır. Yəni, iddia gerçəyə oxşayır, çünki ali dini liderin hərəkət trayektoriyası öyrənilib, olduğu məkan öyrənilib. Bir sıra
məlumatlar əsasında mən də onu deyirəm və eyni zamanda toplantı halında ailəsi ilə bir yerdə olduğu halda o vurulub. Bu da o deməkdir ki, dəqiq kəşfiyyat məlumatı var. Bilirsiniz ki, İsmail Haniyənin vurulmasından başlayan İranın içərisindəki, bilirsiniz, o da ali qonaq idi və onu nöqtə atışı ilə vurdular. Bu proses, yəni agentura setinin fəaliyyətə keçməsi və bunların İran generalları arasında olması iddiaları çox İranı sirkələyib, İran hökumətini sirkələyib. Yəni bu həm texnoloji üstünlükdür, həm kəşfiyyatın üstünlüyüdür. İndi tərsinə baxanda isə İranın hakimiyyətinin texnoloji geri qalmışlığı, bir də İran kəşfiyyatının çox zəif işləməsi. İstənilən halda rejimin simvolu olan ilahiləşdirilmiş bir fiqurun vurulması İran dövlətinin onu qoruya bilməməsi ciddi bir problemdir və İranın demoralizə olunması, İran ordusunun, İran xalqının rejimə tərəfdar olan qruplardan söhbət gedir. Onların demoralizə olunması deməkdir və müharibəni demək olar ki, taleyini həll etmiş durumdadır. Amma yenə də böyle məsələnin altını vurğulayıram ki, İranın indiki hakimiyyətini havadan bombardımanla yox etmək, sıradan çıxartmaq mümkün deyil. Mütləq bir qara hərəkatı, quru hərəkatı olmalıdır. O hərəkat Amerika və İsrail ümid edir ki, İran xalqı olacaq. Əks halda siz dediyiniz şəkildə kiçik desant qrupları nəsə edə bilərlər. Amma desant qrupları hardan keçəcəklər, necə olacaq? Təyyarə ilə gərək onlar paraşutla atlansınlar. Çünki helikopter oraya gətirmə məsafəsi yoxdur. Yəni bu quru əməliyyatı iddiasını... Quru əməliyyatı iddiası ancaq kiçik bir qrup paraşutla endirilib, desant qrupu haradasa nəsə edə bilər. Amma o nəsə nə üçün idi? Desant əməliyyatları nədən götürü olur? Ya dövlət başçısını öldürmək, ya uğurlamaq. Onu sadəcə edə bilirlər. İndi məsələn Trump açıqlama verir ki, mənim istədiyim namizəd olmasa, mənim dediyim namizəd olmasa, mənim təsdiqlədiyim namizəd olmasa, növbəti ali dini lideri də öldürəcəyik, vuracağıq. Yəni açıq təhdid şəklində. Yəni quru əməliyyatları iddiası mümkün deyil. İranın relyefini bilən hər kəs, hər bir ekspert bilir ki, İrana sərhəddən qoşun yeridib onu işğal etmək olduqca mümkünsüz görünür. Çünki relyefin böyük bir hissəsi dağlıq, keçilməsi mümkün olmayan ərazilərdir. O Tehrana gəlmək üçün o ərazilərin keçilməsi lazımdır. Amma havadan desant tökməklə, daxildən xalqın müəyyən narazı kəsiminin dəstəyi ilə bunu həyata keçirə bilərlər. Mənim düşüncəmə görə ikinci varianta üstünlük verirlər. O da hazırlanıb və proses... Xalqı ayağa qaldırmalı. Bəli, ona hazırlanıb və üstəlik hökumət də ona görə görmürsünüz ki, yas prosesi oldu. Aktiv rejim tərəfdarları Tehran küçələrinə çıxdılar, mərsiyə dedilər, ağlama, etirazlar, Margvent Amerika şüarı çığırdılar, İsrail şüarı çığırdılar. Hələ o etirazlara rol zamanı deyil səhnədə. O da olacaq. Mən əminəm ki, əgər yanvar ayında 8-9 yanvarda 100 minlərlə insan etiraz edibsə, onlardan cəmisi bir neçə mini öldürülüb. Yerdə qalan etirazçılar və fürsətdən istifadə edib vəziyyəti dəyişmək istəyən çox ciddi etnik qruplar, etnomafiyalar, müəyyən dövlətlər tərəfindən idarə olunan müəyyən qruplar var ki, onlar səhnəyə çıxacaqlar və onlar öz zamanlarını gözləyir. Amma indi aktiv bombardıman şəraitində hansı etirazçı istəyir ki, küçəyə çıxsın və o bombardımanlardan o da nəsibini alsın. Yəni bu prosesin özünün zamanı var. İndi demoralizasiya gedir. İndi İran hökumətinin mümkün qədər zəiflədilməsi, o cümlədən də sıradan çıxarılması, məsələn, İsrailin və İranın o demək istibaxmadığı radikal dini liderlərin sıradan çıxarılması prosesi gedir. Onların Rubio'nun dünənki açıqlamasında da deyilir ki, onlar dünyaya teokratik pəncərədən baxırlar. Normal dövlət deyirlər, bayaq səsləndi ideoloji dövlətdir İran. İran doğrudan da ideoloji dövlətdir və yəni dünyaya Tehran pəncərəsindən baxmır ki, dünyaya İslam pəncərəsindən, teokratik pəncərədən baxır ki və
o özündə bir missiya daşıyırmış kimi həyata keçirir bunu. Bu səbəbdən də İran dünyanın əksər ölkələri ilə qarşı durma vəziyyətindədir, o cümlədən də dünyanın ən böyük dövlətləri ilə. Məsələn, Tehranın Fələstin meydanında bir saat var, bilirsiniz ki, 2040-cı ildə İsrailin sıradan çıxarılacağını göstərən, geriyə sayan bir saat var. Yəni, bu özü bir baxışdır, bir dövlətin yox olmasını özünün hakim və hərbi doktrini kimi elan edən bir baxış var burada və bu baxış da təbii ki, öz əks tərəfini alacaqdır. Bizim arzumuz, istəyimiz odur ki, bizim qonşumuzdur. Orada çox sayıda Azərbaycanlılar yaşayır. Bəzən sual verirlər ki, bu müharibənin Azərbaycana və Azərbaycanlılara təsiri olacaqmı? Hamı Şimal Azərbaycanı nəzərdə tutur. Təsiri var artıq. Və ya siz söylədiniz xronikada, Təbriz bombalanır, Urmiya bombalanır. Tehran dünyanın Azərbaycanlıların ən çox yaşadığı bir nömrəli şəhərdir. 6 milyon üzərində Azərbaycanlı yaşayır Tehranda. Bu baxımdan Azərbaycanlılara təsiri var və bizim də ürəyimiz ağrıyır, canımız ağrıyır ki, biz sadə vətəndaşlar, 160 gənc qız öldürüldü bu müharibədə. Yəni, hər zaman günahsızlar, suçsuzlar bu müharibələrdə, savaşlarda ölürlər və çox böyük təhdiddir qlobal müharibənin başlaması, heç regional da yox, qlobal müharibənin başlaması təhlükəsi var. Bizim sağımızda, bir tərəfimizdə, şimalımızda Rusiya böyük müharibəyə cəlb olunub, bu tərəfdə İran böyük müharibəyə cəlb olunub. Azərbaycan dövlətinin fövqəladə gözəl diplomatik fəaliyyətidir ki, burada bu müharibələrin fonunda Azərbaycan hətta tarazlayıcı bir dövlət rolundadır. Heç müşahidəçi də deyil. Bilirsiniz ki, xilas etmə qapısı kimi Azərbaycandan ikinci dəfədə istifadə olunur və bu baxımdan da bizim dualarımız ondan ibarətdir ki, müharibə olmasın. Biz müharibənin ən pisini görmüşük. Təşəkkürümüzü bildiririk. Mən sizə Minnətdarıq təşəkkür edirəm. studiyamıza gəldiyiniz üçün.